Salam hörmətli Azərbaycan xalqım, salam möhtərəm Ali Baş Komandan İlham Əliyev cənabları. Mənim sözüm buradan bizim millət vəkillərinədir. Bizim millət vəkilləri son vaxtlarda nədənsə bu xalqla demək olar ki, elə düşmən kimi rəftar eləyir. Bunlardan da ikisi bizim İmişli rayonunun deputatıdır, hörmətli Razı Nurullayev cənabları, Səyyadaran cənabları. Mən sizə bildirmək istəyirəm ki, danışmaq əgər asandırsa, əməl də çətin olmamalıdır. Siz İmişli rayonunun sakinləri ilə siz daha dərindən maraqlansaz, onların problemi ilə dəqiq maraqlansaz, görərsiniz ki, həqiqətən də rayonda nə qədər acınacaqlı vəziyyətdə yaşayan insanlar var. Milli Məclisdə asandır danışmaq, çox gözəl çıxışlar eləyirsiniz. Xalq prezidentin də sevir, nazirin də sevir, dövlətin də sevir, millətin də sevir. Bunu 2020-ci ilin müharibəsində də xalq öz cənab prezidentə olan etimadını da sübut elədi. Siz Milli Məclisdə oturub cənab prezidenti tərif etməklə yəni nə isə qazanmırsınız. Xalq zaten cənab prezidenti çox gözəl tanıyır, prezidentin də sizdən artıq dərəcədə sevir. Bir növ sizin çıxışlarınız cənab prezidentin gözünə girmək kimi çıxır. Yəni o da ki, məqsədə uyğun hesab edilmir. Xalq tərəfindən heç də xoş qarşılanmırsınız. Yenə deyirəm, təkrar deyirəm, xalqımız prezidentin çox gözəl sevir, prezident də öz xalqını çox gözəl sevir. Prezident sizə hər zaman da tapşırıqlar verir ki, xalqa xidmət eləyin, insanların problemləri ilə daha dərindən maraqlanın, onlara kömək eləməyə çalışın. Siz İmişli rayonunda elə bir vəziyyət yaratmışsınız ki, yəni İmişli rayonu artıq millət vəkillərinə inamın itirib. Şərt deyil gedib hansısa kənddə səyyar görüş keçirir. Səyyar görüş keçirdirsən, amma nəticə etibari ilə ortada heç bir şey yoxdur. Mən dəfələrlə kəndlərdən problemlər işıqlandırmışam. Həmin problemlər elə olduğu kimi də qalıb. O problemlərdən də biri ciddi bir problem Müşra Muradallı kəndindədir. Hörmətli Razı Nurullayev, həmin kənddən də sizə bütün kənd sakinləri səs verib. Nə oranın yolu ilə maraqlanmamışsınız, nə oranın işıq transformatorları ilə maraqlanmamışsınız. Orada acınacaqlı vəziyyətdə olan bəzi ailələr var ki, onlarla maraqlanmamışsınız, heç onları tanımırsınız. Sizə bəziləri müraciətlər də eləyib. Çıxıb xalqı tənqid eləməklə nə isə qazanmaq mümkün deyil. Çünki 1-2 ildən sonra yenə bu xalqın yanına səs toplamağa gələcəksiniz. Siz bu xalqa qarşı el addımlar atmalısınız ki, xalq növbəti